Herkese salam dostlar. Bugün sizlerle birlikte eleştiriye qaldığımız yerden devam edirik. Bu günlərdə 9 Mart və 15 Mart keçirən imtahana 300 bal yığan uşaqlar haqqında danışacağıq. Amma dostlar, burada əsas məsələ o 300 bal yığan uşaqlar deyil. Əsas məsələ onlara yalan danışdıranlardır ki, deyirlər ki, mən heç bir hazırlığa getməmişəm. Yəni dostlar, o videolardan birinə baxaq. Nəticəni özümdən gözləyirdim. Əslində, yəni ümidim var idi ki, 300 bal yığa bilərəm. İmtahanda nəticələri yoxlayan zaman müəllimlərimlə şübhələndiyim 1-2 məqam olsa da, onların çıxsaq, yəni böyük bir yüksək nəticə gözləyirdim. Və həmin şübhəli məqamlarımı da doğrultdum, yüksək nəticə əldə elədim. Bilirsiniz, bizdə əgər Emiliyadan indi bu adları nəğmədən, bədən tərbiyəsindən və yaxud da hansı bir hərbidən ona belə bir sistem suallar versə, o həmin suallara da cavab verən qızdır. Çünki o bütün yəni ki tədris prosesini yaxşı öyrənir. Repetitorlara gitmirdi. Hər gecə gündüz demək olar ki, öz üzərində çalışırdı. Belə bir şey mümkün deyil. Hazırlığa getmədən nəinki 300, heç 250 yığmaq belə mümkünsüzdür. Dostlar, indi mən bu qızı sübut edəcəm ki, hazırlığa gedir. Dostlar, indi qız burada deyir ki, mən olimpiyadalarda iştirak edirəm. Dostlar, mən bir video göstərəcəm, o videoya baxın. Dostlar, yenə deyirəm ki, problem o 300 yığan şagirdlər deyil, problem onlara yalan danışdıranlardır. Həm də dostlar, bu necə təsadüfdür ki, həmişə 300 yığanların çoxusu hazırlığa getmir. Belə bir təsadüf ola bilməz. Yəni dostlar, bunlar demək istəyirlər ki, hazırlığa ehtiyac yoxdur. Siz məktəbdə oxusanız 300 yığa bilərsiniz. Dostlar, məktəbdə keçirilənlərin 80% imtahana düşmür. İmtahana daha çox test toplusundan düşür. Və test topluların içindəki sualların çoxu isə heç dərsliklə də yoxdur. Hələ dostlar, belə videolara inananlar da var. Demək, hazırlıq məcbur deyil. Amma dostlar, mən demirəm ki, hazırlığa məcbur gedin. Amma mən deyirəm ki, dostlar, hazırlığa getmədən 300 bal yığa bilməzsiniz. Deməli, məktəbdə dərs keçirilir, oxuyan oxuyur, oxumayanda oxumur. Dostlar, bunu bayaq da dedim ki, məktəbdə keçirilənlərin çoxu imtahana düşmür. Dostlar, bunlar isə 9 Martda 300 yığanlardır. İndi sübut edəcəm ki, yalan danışırlar. Baxın dostlar, aşağıda nə yazılıb? Hazırlığa getmədən 300 bal toplayan şagird. Baxın dostlar, bunlar 300 bal toplayan şagirdlərdir. Bunların da altına yazmışlar ki, heç bir hazırlığa getməyiblər. Bu da 300 yığandır. Bunu bayaq göstərdik zaten. Buna da deyirlər, heç bir hazırlığa getməyib. Dostlar, burada yazıblar. Baxın, repetitor yanına getmədən 300 bal topladı. İndi dostlar, mənə deyin görün, bu necə təsadüfdür ki, hər 300 yığan heç bir hazırlığa getmir. Belə bir təsadüf heç vaxt ola bilməz. Neysə dostlar, videomuz bu qədər idi. Sağ olun və bay bay.